Evin pəncərəsi. Evin sözü yəlik hal şəkilçisi qəbul edib. Bildiyimiz kimi, yəlik halından sonra mənsubiyyət şəkilçili söz işlənməlidir. Pəncərəsi sözündəki si mənsubiyyət şəkilçisidir. Məktəbin həyəti birləşməsində məktəbin sözü yəlik halındadır, həyəti sözündəki i mənsubiyyət şəkilçisidir. Bu tipli birləşmələrdə iki sözün arasına başqa sözlər də əlavə edilə bilər. Məsələn, məktəbin geniş, böyük, gözəl həyəti deyə bilərik. Hər bir halda bu birləşmə bütöv götürülür və birlikdə bir cümlə üzvü hesab olunur. Uşağın topu. Burada uşağın sözündəki ın yəlik hal şəkilçisidir, topu sözündəki u isə mənsubiyyət şəkilçisidir. Keçək digər sütuna. Bakı küləyi. Bakı sözü qeyri-müəyyən yəlik halındadır. Küləyi sözündəki i isə mənsubiyyət şəkilçisidir. Bahar bayramı. Bahar qeyri-müəyyən yəlik halındadır. Bayramı sözündəki ı isə mənsubiyyət şəkilçisidir. Qurban bayramı. Qurban qeyri-müəyyən yəlik halındadır. Bayramı sözündəki ı isə mənsubiyyət şəkilçisidir. Və qeyri-müəyyən yəlik halında olan sözdən sonra üçüncü şəxsin mənsubiyyət şəkilçisini qəbul etmiş söz işlənməlidir. Günəşin istisi. Buradakı in yəlik hal şəkilçisi, istisi sözündəki si mənsubiyyət şəkilçisi. Ananın sevimlisi. Ananın sözündəki nın yəlik hal, sevimlisi sözündəki si mənsubiyyət. Cəmaatın uşağı ın yəlik hal, uşağı sözündəki ı mənsubiyyət. Sözün düzü ün yəlik hal, düzü sözündəki ü mənsubiyyət şəkilçisidir. Üzüyün qaşı ün yəlik hal şəkilçisidir, qaşı sözündəki ı isə mənsubiyyət şəkilçisidir. Koroğlu dastanı. Koroğlu qeyri-müəyyən yəlik halındadır. Dastanı sözündəki ı mənsubiyyət şəkilçisi. Məktəb yolu, yəni məktəbin yolu. Buradakı məktəb qeyri-müəyyən yəlik hal, yolu sözündəki u isə mənsubiyyət şəkilçisidir. Ev yeməyi, yəni evin yeməyi, bu da olur qeyri-müəyyən yəlik hal, yeməyi sözündəki i isə mənsubiyyət şəkilçisidir. Dağ yolu. Dağ sözü qeyri-müəyyən yəlik halındadır, yolu sözü mənsubiyyət şəkilçili sözdür. Çay qaşığı, çay qeyri-müəyyən yəlik hal, qaşığı sözündəki ı mənsubiyyət şəkilçisidir. Daha sonra dağın ətəyi, bu da həmçinin birinci tərəf yəlik hal, ikinci tərəf mənsubiyyət, işığın şüası, günelin çantası, kitabın vərəqi. Hər birində birinci söz yəlik hal şəkilçisi qəbul edib, ikinci söz isə mənsubiyyət şəkilçisi. Şir ürəyi. Buradakı şir qeyri-müəyyən yəlik halındadır, yəni şirin ürəyi. İ isə mənsubiyyət şəkilçisidir. Saz havası, saz qeyri-müəyyən yəlik hal, buradakı sı isə mənsubiyyət şəkilçisidir. Ədəbiyyat qəzeti, ədəbiyyat qeyri-müəyyən yəlik hal, qəzeti sözündəki i mənsubiyyət şəkilçisi. Yastıq üzü, yastıq da olacaq qeyri-müəyyən yəlik hal, üzü sözündəki ü isə mənsubiyyət şəkilçisi. DİM 2023 test toplusundan 40-cı test. Dəyirmançı Güllünün gözünün qabağında ağacların birini də kəsdi cümləsində mənsubiyyət şəkilçisi qəbul etmiş sözləri seçin. Dəyirmançı sözündə mənsubiyyət şəkilçisi yoxdur. Dəyirman sözünün köküdür, çı isə leksik şəkilçidir. Güllünün gözünün qabağında. Bura diqqət eləyək. Güllü bir şəxsin adıdır. Nün isə yəlik hal şəkilçisidir. Yəlik haldan sonra dedik ki, mənsubiyyət şəkilçisi qəbul etmiş söz işlənməlidir. Yəni Güllünün gözü. Buradakı ü isə mənsubiyyət şəkilçisidir. Gözünün ikinci buradakı şəkilçi isə yəlik hal şəkilçisidir və yəlik haldan sonra yenə mənsubiyyət şəkilçili söz gəlməlidir. Gözünün qabağı. Buradakı ı mənsubiyyət şəkilçisidir. N bitişdirici, da isə yerlik halın şəkilçisidir. Ağacların birini də kəsdiyini bura baxaq. Ağacların sözündəki ın yəlik hal şəkilçisidir və yəlik haldan sonra yenə də mənsubiyyət şəkilçili söz işlənməlidir. Birini sözündəki bir sözünə artırılmış i, yəni biri olacaq mənsubiyyət şəkilçili söz. Buradakı i mənsubiyyət şəkilçisidir. Və deməli burada mənsubiyyət şəkilçili sözlər hansılardır? Gözünün, bir də baxaq görək qabağı, bir də birini sözü. 3 dənə mənsubiyyət şəkilçili söz var burada. Keçək digər nümunəyə. Meşənin qalın yerində. Burada baxaq nəyə? Meşənin qalın indi birləşmədir və bu iki sözün arasına bir söz əlavə olunubdur. Əslində bu birləşmə necədir? Meşənin yeri. Yəni birinci tərəf yəlik hal şəkilçisi, ikinci tərəf mənsubiyyət şəkilçisi. Baxaq digər nümunəyə. Molla Nəsrəddin jurnalı. Yəni Molla Nəsrəddinin jurnalı. Birinci tərəf qeyri-müəyyən yəlik hal, ikinci tərəf mənsubiyyət şəkilçisini qəbul etmiş sözdür.